Salam. Deməli, bu testin izahına baxaq. Ümumiyyətcə, yağların hidrolizini yazsaq, 1 mol yağ 3 mol su ilə hidrolizə uğrayır. 1 mol gliserin alınır. 3 mol da turşu alınır. İndi 0,1 mol yağdan 8,24 qram turşu alınırsa, görək 1 mol yağdan nə qədər alınır? Bu eləyir 824. Bir də doymuş karbon turşularıdırsa, bunu adətən birini C17H31 COH fikirləşək, birini də C17H35 COH. Bu iki turşudan bunun birini X mol götürək, birini Y mol götürək. 3 mol turşu alınıb da. Onda X üstə gələ Y, əmələ gələn bax bu palmitin və stearin turşusunun molunun cəmini 3 götürək. Bir də palmitin turşusunun emeri hesablayaq. Deməli, karbon 12-dir də. 12-ni vururuq 15-ə. Deməli, 12 vuraq 15. Belə deyək, 16-ya vuraq da, 16 karbon var. Üstə gələk 32 hidrogen. Üstə gələk 2 oksigen. 256 eləyir. Deməli, 256x. Bir də stearin palmitidən 2 CH qədər çoxdur. 256-ın da üstünə 28 gəlir. 284-də stearində. Onda 284 Y-də bərabərdir əmələ gələn turşunun kütləsinin cəminə. Deməli, buradan X bərabərdir, alırıq 1, Y də bərabərdir 2-yə. İndi yağın ümumi formulunu belə yaza bilərik də. CH2O, CO, C15H31, CHO, CO, C17H35, CH2O, CO, C17H35. Bax, yağın formulu budur və burada karbon atomunun sayını tapsaq eləyir 55 D bəndi.